Əzizləyicilər, bu sualda qəbul imtahana düşə bilər. Deməli, A və B vektorları kollineardır. Kollinearın şərtinə əsasən B-nin komponentləri A vektoruna uyğun olacaq. 1 vur K, yəni K. 2 vurulsun K olacaq 2K. Bu oldu B-nin komponentləri. Və biz də buna müxtəsər tətbiq etsək, bir dəfə cəmi, bir də fərqi yaza bilərik ki, A vektoru plus B vektoru çıxılsın A, bir dəfəli yazacam plus B. Bir dəfə də cəmi, yəni A vektoru plus B vektoru plus A çıxılsın B vektoru bərabərdir 80-ə. Və burada sadələşmə aparmış olsam, alıram 2B vektoru vurulsun, bu ikisi buradan gedər, 2A vektoru bərabərdir 80-ə. Hər tərəfi 4-ə bölmüş olsam, A vektoru vurulsun, B vektoru bərabərdir 20-yə. Və 2 vektorun komponentləri hasılı. A-nın komponentləri var, B-nin komponentləri var. O zaman uyğun komponentləri vurub toplamaq lazımdır. Yəni 1-i vuracam K-ya, gedirəm 1 vurulsun K, plus buradakı 2-ni vuracam 2K-ya, 2 vurulsun 2K, bərabərdir 20-yə. Buradan alıram əslində 5K bərabərdir 20-yə. K-nın özü bərabərdir o zaman 20 bölünsün 5, 4-ə. Bizdə isə B vektorun komponentləri cəmi soruşur. B-nin də komponentləri K və 2K-dır. K-mız 4-dür. 2K 4 vur 2 olacaq əslində 8. Cəmi 4 plus 8 bərabərdir 12-yə. Düzgün cavab 12.